Baxın ha, Azərbaycanda Ramiz Mehdiyev kimi 50 il Heydər Əliyevə xidmət edirlər, sonra vətənə xain çıxıbmış, vətən xaini adı altında cinayətçi qaldı. Ay millət, heç kim vətən xaini deyil. İlham Əliyevdir vətən xaini. Heydər Əliyevdir vətən xaini. Baxın, İlham Əliyevin qohumlarından başlayaq. Naxçıvanın Şahı xanı Vasif Talıbovdan tutmuş, Nəcməddin Sadıqovlardan tutmuş, o Azpetrol Fərhad qardaşlarından tutmuş, Ayçi Əli İnsanovlardan tutmuş, Ramiz Mehdiyevlərə qədər, bəylərlərə qədər bu tayfalarınla bir yerdə heç kim xalqa xəyanət eləməyib desək yalan olar. Sadəcə cümləni belə quraq. Xalqa xəyanət etmiş kimi cinayət işi qaldırılmayıbdır. Onların hamısı Katyola xəyanət eləyib. İlham Əliyevin komandasına xəyanət eləyib. Ağıllıdırlar, baxırlar hökumətin dağılma mərhələsi gəlir, bir para Katyoldan uğurlayıb ölkədən qırağa çıxartmaq, mənimsəmək istəyirlər. Bax, ona görə o vətənə xəyanətdə itham edilənlər hakimiyyətə indiyə kimi xidmət etmiş məmurlar indi vətənə xəyanət eləyir. Onların hamısı Katyola xəyanət eləyibdir. Komandaya xəyanət eləyir. Bizə də, müxalifətə də vətənə xəyanətdə itham eləyirlərsə, onlar da vətənə xəyanət eləməyibdir. Onlar da İlhamın kreslosuna zərbə indirən qüvvələrdir. İlhamın kreslosuna xəyanət eləyən, onu oradan aşırmaq istəyən qüvvələrdir. Ona görə vətənə xəyanətdə itham edilirlər. Heç kim bu vətənə İlham Əliyev qədər, Heydər 6 ay onu 3 aya verən Heydər Əliyev qədər bu vətənə xəyanət eləməyibdir. Bütün o Qarabağda Xocalısının getməsi, Laçınının getməsi, Kərbəl hamısını eləyən Heydər Əliyev idi hakimiyyətə gəlmək üçün. Qarabağda qələbə qazanılsaydı, zaten qazanılmağa doğru gedirdi. Heydər Əliyev hakimiyyətə gələ bilməzdi. Keçibəy var, Keçibəy, o Heydər Əliyevin tulasıydı. Onun vəzifəsi birbaşa gələndə qovuldu Bakıdan, Keçibəy sayəsində gəldi. Ürəyin üstünə Heydər Əliyev döyməsi vuran, ürəyinin üstündə Heydər Əliyev şəklini hərləyən KGB polkovniki ya generalı Keçibəydən gedir söhbət. Keçibəy bizi bu günə qoydu. Bəziləri götünə girən mıx bilmir hardan girdi. Bu mıx kimin mıxıdır? O xalq cəbhəsi var idi ha. Rusiya dağılması 78-ci ildə planlandı. 86-cı ildən düymə basıldı. Bütün 78-ci ildən tutmuş, əsasən də 85, 86, 87-ci ilə qədər bütün 15 respublikanın hamısında xalq cəbhəsi yarandı. Xalq cəbhəsi bax, Özbəkistanda da var, Qırğızstan, Tacikistan, bütün hamısında xalq cəbhəsi yarandı. SSR-ni dağıtmaq üçün. Bunlar sıxdırıblar. Millət, Şərur rayonunda Naxçıvanda zibil qablarını yığışdırıblar deyə millət zibil qab yoxsa nə etməlidir? Zibil yola qoymalıdır ya qabın yerinə qoymalıdır. Və hamını cərmələyirlər belə. Gündəlik Naxçıvana müraciət edən sakinlərin sözlərinə görə zibil qabları olmadığından və ya götürüldüyündən insanlar sigaret kötüyünü və digər xırda tullantıları yerə atmaq məcburiyyətində qalır. Bu zaman puskuda dayanan polis əməkdaşları peyda olaraq cərmə adı ilə onlardan 300 manat pul tələb edir. Bu tələbi qəbul etməyənlər isə həbsə içəri soxulur. Rayon sakini Sənan Mirzə rüşvətə söndürdükdən sonra kötüyünü cibinə qoyur Şərur cəmaatı. Zibil qutularını əsas küçələrdən yığışdırıblar, lazımsız yerlərə qoyublar. Əvvəllər belə şeylər olmurdu. Sigaretə cərmə, son zamanlarda polis əməkdaşları kimisə sigaret çəkdiyini görüb kənardan izləyirlər. Kötü yerə atan kimi itilər başının üstündən yığışır, rüşvət tələb edirlər. Polis məni də saxladı, kötü yerə attığımı dedi. Nə qədər izah etdimsə ki, zibil qutusu olmadığından yerə atmağa məcbur olmuşam. Xeyri olmadı. Dedilər ki, cərməni ödəyəcəksən ya da içəri aparacaq. 300 manatımı aldılar. Cərməyə görə qəriz istəsəm də vermədilər. İndi sigareti bitirən kimi kötüyünü cibimə qoyub elə gəzirəm. Çünki qorxuram gözə görünməz polislər ya bu polis ya mülki geyimdə qabağıma çıxacaqlar. Digər sakin Hidayət Əliyev də eyni aqibəti yaşadığını söyləyir. Aya, ananızın əmcəyinə arasına eşşək versin hə. Baxın ha, cərmə təzə oldu bu, təzəlikcə dedilər də, sigaret cərmə zad əvvəl də var idi, amma belə şişirdilməmişdi. Ay millət, Bakıda, sizin rayonlarınızda da Şərurdakı kimi ağıllı polis rəisləri var mı?